Yonca sahənizi baxın təzə suvarmısınız. Yəni bura traktor qeyri-mümkündür bura daxil olmağı traktorun. Və fitonomus, sofka deyirlər fermerlərimiz. Bu vaxt hələ fitonomusdur fermerlərimiz. Baxın, görürsüz, qidalanır gördüyünüz kimi. Burada bir hissə var idi ki, baxın yonca yaman günə qoyub. Baxın bir dəqiqə baxın. Bakın burada koy yaxınlaşdırım telefonum. Görürsünüzmü? Bakın qidalanırlar. Orada 3 dənə var. Mən onu əlimin üstə qoyub gör. Baxın əziz fermerlər, bu tək bu təpə nöqtəsindən çıxdı. Görürsünüz, indi özünüz sayın. 2, 3, 4, 5, 6. Hələ içərisində nə qədər qalıb? Burada mütləq mübarizə tədbiri aparılmalıdır. Bu fitonomusdur. Fitonomus artıq bu dövrlərdə çıxır və intensiv qidalanır. Artıq aprelin ilk 10 günlüyündə çox intensiv qidalanır. Gəlib görə bilərsiniz ki, sahəniz yoxdur. Bu vaxtı biz sahəmizə traktor daxil edə bilmədiyimiz üçün dronlardan mütləq istifadə edilməlidir. Bunu unutmayın. Baxın, bunu unutmayın. Burada da yoncalar, baxın, bu qara onun ifrazatıdır. Və yoncanı məhv edib. Çalışın, yeni texnologiya, müasir texnikalardan istifadə edin. Ziyanını görməyəcəksiniz. Əksinə, daha çox faydasını görəcəksiniz. Bunlar, indi mən öldürəcəm. Təbii ki, bunlar artıb çoxacaq. Bu fitonomusdur. Çox sağ olun.